Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Bu günəşli, gözəl bir gündən hər birinizi salamlayıram. Hər birinizə xoş bir gün arzulayıram və xoş izləmələr. Bəyənib abunə olmağı unutmayın. Bunu başdan dedim, bir də deyim. Əslində bağıma girmişdim. Dedim, adətimdir, belə deyim, səhərlər ilk öncə həmişə bağa girib gəzməyi çox xoşlayıram. Düşdüm toyuqcanı buraxım, dedim bir bağa göz atım, sonra gördüm lobiyalar yetişib artıq. Artıq neçənci videodur ki, görürəm ki, həmişə başlanğıcı bu lobiya bağından edirəm. Artıq vərdiş halına gəlib və bir qab götürdüm. Dedim elə yetişib, biraz lobiya çıxırtması hazırlayaram. Gətirdim, biraz dərdim. Burada da fexular, qəşəng gül açıblar. Bunları bu arada təzə budamışdım. Çox pis gündə idilər, budadım. İndi çox qəşəng belə gül açıblar. Bir tas dərdim. Bu bizə bəs edər. İndi bundan belə lobiya, bu elə bir nubardır, amma bundan belə artıq çox gətirər. Həm buzluğa qoyaram, həm də yayda ən xoşladığım yeməklərdən biri lobiyadır. Lobiyanı da tez-tez bişirərəm. Lobiyanı yudum, sonra indi gedirəm, həm toyuqları buraxıram, həm də o bastırdığım toyuğu. Onu da üzərini örtürəm deyə, gedim onu da götürəm, dursun. Dur. Dur, yazıqsan, dur. Buy. Dur da bir dəfə. 3 gündür oturub durma, hə, dur. Yumurtaları bir dəfə qarışdırın. Anam deyir ki, həmişə qarışdır. Toyuq durduqdan sonra ki, istilikləri eyni olsun, eyni vaxtı çıxsın. Bura bax. Bura bax. Hə, nədir? Keç otursan. Acımısan? Acımısan? Hə. Nədir? Sən acımısan? Hanı o bir an? Bir də buradadır. Gəl. Gəl, hə, gəl. Çıxdım. Yəni, nə də çıxımsan, düş. Gəl, düş. Bundan da toyuğu qaldırıram. Dimdikləməsin deyə. Getdim, yemlərini gətirdim. İndi belə bir yem verərəm. Düzdür, artıq hər şey yeyirlər, amma yenə hərdən onları sevindirmək üçün ağızları dadlansın deyə belə hazır yemlər alıram. İndi bunu töküm. İndi də bunu gözləyirəm. Oy. Bu da yeyib içib gedib otursaydı keçərdim evə. Keç də keç otur. Yumurtalar soyudu orada. Keç də ta keç. Durğuzmasaydım hələ bu gün də durmaq istəmirdi. Yəni getdim. Amma bugün yenə durdu, amma dünən ümumiyyətlə durmaq istəmədi. Mən də durğuzmadım. Yazıq susayıb. Deməli, piraşki bişirmək istirdim. Yəni xəmirin vurmaq istirdim. Dedim, bu mənim, yəni burada bu qabda drojdur, vanil, qabartma, nişasta, rənglər, yəni belə şeyləri qoyuram da. Dedim ki, görüm nişasta nədir? Droj var yoxsa yox. Gördüm, mən istəyəndən yoxdur, qutarıb.
Deməli, bunları da düzənliyim. Hər dəfə götürmüşəm, dağılıb. Bunlar mənim ən belə favori drojlarımdır. Sırf bulkalar, şirniyyatlar üçün düz də vanillidir. Burada yazılıb vanilli. Elə gözəl qoxusu var, elə gözəldir. Bir dənə belə paçkası 1 kilo üçündür də. Elə gözəl qabardır. Yəni xəmiri möhtəşəm alınır da. Burada bilmirəm bundan var yoxsa yox. Mən bunu həmişə mənə Rusiyadan gətirirlər. Belə çoxlu gətirirlər, hardasa 1 il falan mənə bəs edir. Bilmədim sözüm harda qaldı. Zəng gəldi mənə, video qaldı yarıda. Bunları dediyim kimi, bunları Rusiyadan gətirirəm. Hər dəfə bunlardan işlədirəm. Artıq neçə ildir. Çox qəşəng idilər. Burada görsəz, mütləq alın, bir dəfə sınayın. Yəni, xəmirə artıq vanil falan heç bir şey əlavə etməyə ehtiyac yoxdur. O qədər gözəl ətirli, o qədər gözəl xəmir alınır ki, bu drojlarla. Yəni, sırf bulka falan üçündür də. Bunun hamısında vaxtı bu ilin dekabr ayına kimi, bilmirəm bu qədər o vaxta kimi istifadə edə bilərəm, yoxsa yox. Keçən dəfə ilin əvvəllərində də, fevral falan ayı idi hardasa, belə neçə paçkasını atmalı oldum. Çünki vaxtı bitmişdi. Bunların vaxtları var idi, amma elələri vardı, vaxtı bitmişdi. Bunlar rənglərdir. Hərdən lazım olur. Vanil qabartma. Bunlar da nişastadır. Jelatin var idi. Agar-agar. Jelatin heyvanların sümüyündən alınandır. Agar-agar isə bitkilərdən. Onun da vaxtı bitmişdi, attım. Sonra bunlardan var idi, açılmış. Attım onlardan. Belə qaldı. Yerləşdirim yerinə. Pirajki üçün vurduğum xəmir artıq gəlib. Xəmirin vurmayını çəkməmişdim. Adi, klasik un, su, duz, sonra nə? Droj, yəni belə bir xəmirdir. Amma çox yumşaq vurmuşdum. Pirajkidə nə qədər yumşaq olursa, o qədər yumşaq alınır. Artıq xəmirim gəlmişdi. Başladım hazırlamağa. Ən çox elə bizdə kartoflu yeyilir. Az eləmişdim uşaqlara görə. Lobiya çıxırtması da hazırlamışdım, amma bugün nəsə istədilər deyə mən də xəmir vurdum. Axşamüstü başladım onu bişirməyə. Burada hazırlayanda əslində balaca hazırlayıram. Amma bişirəndə bilmirəm nədənsə çox yamıq-yumuq olur. Türklər demişkən çox qabarması bir yana, qabaranda əslində yumşaq olur. Amma yəni o baxanda hansısa videolarda falan çox qəşəng, yaxşı durur, amma məndə nədənsə çox yamıq-yumuq olur. Amma yumşaqlığı çox yumşaq və çox dadlı olur. Mən həmişə bu cür hazırlayıram. Elə yağla açıram xəmiri, qoyuram, bağlayıram. Amma bizdə anam isə hazırlayanda, anamgildə pirajki hazırlanırsa, həmən gün sırf o pirajkiyə həsr olunur. İllərin qaydası elədir. Hələ nənəm də sağ ikən, biz uşaq ikən həmişə elə olardı. Özü də çox bişirilərdi. Demək olar ki, bir günü o pirajkiyə həsr olunardı. Sonra da qonşulara da pay göndərilərdi. Ətli, kartoflu, anam kələmli edərdi. Kələmi qovurardı deyəsən soğanla, yoxsa soğansız, o yadımda qalmayıb. Qoyardı içliyi kimi, o da çox qəşəng dadlı olardı. Özdə anam adayı yuxa kimi açır və başlayır hazırlamağa. Mənim əlimdə o çıxmır da, yəni anamın qızıyam, hər şey əlimdən gəlir, hər şey ondan öyrənmişəm. Amma o pirajki sırf anama məxsusdur da, onun hazırlanması, onun əlindən o çıxdığı kimi mənim əlimdən çıxmır. Düzdür, hazırlayıram, amma onun elədiyi kimi eləyəndə belə xırçıltılı qaldıqca da quruyan alınır. Quruyur. Amma anamın hazırladığı isə tam başqa olur. Qaldıqca daha yumşalan.
Bilmirəm, yəni onun əlindən o çox qəşəng alınır. Amma mən isə həmişə belə klassik elə açıram, qoyuram içinə, qızardıram, qurtardı. Mən bunları nə qəşəng səliqəli hazırlamışdım. Bunlar niyə belə yamıq-yumuq oldu bilmədim. Əsas odur dadı yaxşı olsun. Baxın, nə qəşəng qızarıblar. Blogerlər edir. Yenilərin qoyum. Uzandı. Əslində belə balaca hazırlamışam. Amma bişənə baxın. Amma yumşaqdır. Yine de yumuşaq. Bu hansısa kartuşkadan. Hansısa kartuşkası düşdü bura. Uşaqlar da gözləyir, qoyum pəncərə önünə ki soyusun. Burada da belə qoymuşam. Tez soyusun. Baxın, nə boyda çıxır. Niyə belə bu qədər şişir bilmirəm. Amma dadı təki yaxşı olsun. Kimlər istəyirsə, tənbəllik etməyin, durun hazırlayın, yeyin. Burada azca xəmirim qaldı. Xəmirim də yumşaqdır. Saryatka bitdi deyə işıq söndü. Bunu boş naçinkasız qoyaram. Elə qopardaram hissə qızardaram. Sousla falan uşaqlar yer. Budur, artıq bişirdim, hazırdır. Uşaqların gətirdim, yeməyini verdim. Gözləyirdilər. İndi qızım da göstərir necə yumşaqdır. Çox yumşaq, çox dadlı alınmışdı. Onların yeməyini verdim. Mən isə hazırladığım lobyanın yanına da bir salat etdim və mən lobyamı yedim. Lobyam da çox qəşəng almışdı. Göz haqqınızı halal edin. Yudum, yığışdırdım ətrafı, yediklərimizi. Dedim elə bir meyvə də yeyim. Sonra bağa keçərəm. Burada anam çiyələk göndərmişdi. Alçanı isə almışam. Düzdür, həyətimizdə var, amma həyətimizdəki çox turşdur. Ona görə o yetişincəyə qədər alırıq. O yetişdikdən sonra da yumşaq olur, yəni o xırçıltısı olmur. Nədir? Hə. Nədir? Düş. Daşı çək. Düş də düş. Sən meyvə yemisən, düş. Gəl çıxar, gəl bu yana çıxar. Bağın yolun bir dənə bu toyuq bilir. Aylardır bu sirri saxlayır bir xəzinə kimi. Ondan başqa heç kim bağa keçmir. Yumşaq deyib. Xırçıltısı gedib. Get turşundan da. Nəysə qızlar, mən burada vlogu sonlandırıram. Növbəti vloqlarda görüşərik. Növbəti vloq yay təmizliyindən gələr inşallah. Hələlik növbəti vloqlarda görüşərik. Yetişirlər. Mən bunlardan hər il turşu hazırlayıram. Sarı turş alçadı. Turşusu da çox gözəl olur. Bunlardan da qatıram ona, bu göyəmdən. Bu da turş göyəmdir. Hazırlayıram. Bu il hazırlamasını sizlər üçün də çəkərəm.